Bugünkü mövzumuz estetik ginekologiyanın ən populyar əməliyyatlarından olan hudoplastika haqqındadır. Hudoplastika son zamanların ən çox icra edilən əməliyyatlarındandır. Əməliyyata göstəriş pasiyentin individual seçimi ilə bağlıdır. Yəni, bir çox xanımlarda labioplastika əməliyyatı zamanı hudoplastikanın da gərəkdiyini görürük. Hudoplastika əməliyyatı klitor ətrafı bölgədə yerləşən dəri toxumasının korreksiyasıdır. Hudoplastika əməliyyatı eynən labioplastika kimi tam ağrısız bir əməliyyatdır. 15-20 dəqiqəlıq bir əməliyyat olduğu üçün bir çox pasiyent elə həmin gündən normal iş həyatına belə qayıda bilirlər. Bizim icra etdiyimiz bütün digər əməliyyatlarda olduğu kimi bizim istifadə etdiyimiz bütün saplar kosmetikdir, incəcik, nazik saplar olduğu üçün dişimizin yeri belə pasiyentləri incitmir. Buna görə elə pasiyentlərimiz həmin gündən rahat oturub dura bilirlər. Normal, komfortlu həyat tərzinə mane olmur. Bizim icra etdiyimiz bütün estetik əməliyyatlardan olduğu kimi hudoplastika əməliyyatından sonra da kəsimin izi belə qalmır. Dəriyə qoyulan kosmetik tikişi isə bir həftə ərzində tamamilə sovrulub gedir. Kontrola gəldikdə isə kəsimin izi belə qalmır. Əziz xanımlar, hudoplastika əməliyyatı yalnız estetik görkəm üçün icra olunan bir əməliyyat deyil. Əməliyyatda əksər məqsəd orqazm hissini yaxşılaşdırmaq, günlük həyatda iç geyimləri geyinən zaman pasiyentlərin hiss etdikləri diskomfortu aradan qaldırmaq. Bizimlə hər zaman sağlam və özgüvənli olun.